Səyyad aram deyir ki, mən günahkaram ki, kimsə 300 manat maaş alır, mən çox maaş alıram. Sonra ləhcə ilə əlavə edir ki, sən də oxuyaydın, ali təhsil alaydın, fərqlənəydin. Ay Səyyad müəllim, qardaş alım, oxumuşam da. Bakalavr da bitirmişəm, magistri qırmızı diplomla da bitirmişəm, təhsil almışam. Müəllim kimi fərqlənmişəm də, şagirdlərindən ali məktəblərə girən də olub, şəhid olan da olub, qazilər də olub. Özüm də Qarabağ döyüşlərində iştirak etmişəm. Bu qədər əziyyətlər çəkmişəm. Niyə sənin 25 yaşlı nəvənin lüks avtomobilinin təkcə 90 OF 007 nömrəsinin qiyməti mənim ev eşiyimdən bahadır? Sənin nəvənin yaşımı yaşımdan çoxdur, təhsilimi təhsilimdən çoxdur, fəaliyyətimi fəaliyyətimdən çoxdur, savadımı savadımdan çoxdur. Nəyi məndən çoxdur? Bəs bilmirsən ki, yaxşı yaşamaq üçün oxumaq, ali təhsil almaq o qədər önəmli deyil. Dövlət əmlakını basıb yemədinsə, rüşvət almadınsa, dövlət işçi kimi villaları dövlət maaşına necə almaq olar? Siz bizə niyə minnət qoyursunuz ki, Səyyad müəllim? Deyirsiniz ki, 7 minlə dolana bilmirəm. Bəs mən müharibə veteranı 80 manat müavinətlə necə dolanım? Qanun qəbul edən sizsiniz. Minimum əmək haqqının 400 manat olmasını mən qəbul etməmişəm ki, ay Səyyad müəllim, siz qəbul etmişsiniz də. Başqalarını demirəm. Dövlət maaşı kimi ən çox alanlar siz deputatlarsınız. Sənin oturduğun yerdə minimum 6000 manat alırlar siz demişkən. Yeməsən, içməsən 72 min edir ildə. Bəs 1 milyonluq villaları, obyektləri necə alırlar ay Səyyad müəllim?